Seydədən xalasının ünvanına sərt sözlər. Təbii ki, söhbət Seydə Dadaşovadan gedir. Bir neçə gündür xalası elə deyərdim, xalası və Seydə Dadaşova arasında hansısa bir qalmaqal yaşandı. Elə görürük də, yəni şahidi də oluruq. Niyə? Mərhum xalq artisti Rafael Dadaşovun müğənni qızı Seydə Dadaşova xalası həmkarı Lalə Dadaşovanın ünvanına sərt sözlər deyib. Məncə bundan öncə Layla xanım söyləyib, sərt sözlər canlıya qoşulub. Sonradan Seydə xanım qoşulub. Bu verilişlər aparıcılar da aləmi qatırlar bir-birinə də. Təbii ki, mən istinad edirəm ölkə.aza. Bu hadisələr, bu canlı bağlantılar təbii ki, Elgizin verilişində olub. Elgiz necəsən? İzləyirəm. Seydə aparıcı Elgiz Əkbərdən xalasının adını eşitdikdən sonra belə reaksiya verib. Elgizdən eşidib, Elgiz açıqlama verib. Xahiş edirəm ki, mənim yanımda elə insanların adını çəkməyin. Çünki o adda insanları tanımıram və tanımaq istəmirəm. Təbii ki, bu sözləri Seydə Dadaşova deyib. Bir insan ki, xala olaraq sosial şəbəkədə bilib-bilmədən mənə ağzına gələni yazır. Lap mən nə isə səhv demişəm. Xala olaraq mənə zəng et və soruş ki, nə olub? Yoxsa sosial şəbəkədə yazır ki, beləsən, eləsən. Hər kəs öz keçmişinə baxsın. Mənə heç kim ailə nümunəsi göstərməsin. Mənə ancaq anam zəng vurub nəsə deyə bilər və yaza bilər. Yenə deyirəm, təbii ki, bunu Seydə Dadaşova deyib. Elgizə canlı yayıma qoşulub və bu ifadələri işlədib xalasına deyib. Anamla mənim aramdakı söhbətə heç kim qarışa bilməz. Yalnız atam sağ olsaydı bu məsələyə müdaxilə edə bilərdi. Atam olmayan yerdə heç kim mənim anamla aramda olan söhbətə müdaxilə edə bilməz. Bu ana bala arasındadır, özüm bilərəm. O mənə deyər, ya da mən ona. Bir dəfə məndən danışanda 5 dəfə özünüzdən danışın. Hər kəs öz aynasına, çevrəsinə baxsın. Elə sözlər var ki, onları desəm, mən hələ böyüklüyümü göstərirəm. Seydə Dadaşova deyib.